Bu kadrlar İmişli Tibbi Sosial Ekspert Komissiyasının binasında çəkilib. Tarıskalı heç bir şərait olmayan köhnə binada komissiya günləri fiziki qüsurlu insanlar o dünyanı görüb gəlirlər. Kimin artıq gücü varsa, o da başqalarından qabaq komissiyadan keçir. Qəbul növbəsinə nəzarət yoxdur. Fakt budur ki, mən neçə vaxtı bir kağız ayın ikisindən alıb gətirmişəm, aprel ayını. Hələ də mən sənətim qüvvəyə minməyib, hələ gəlib gedirəm, nə də bir sənətimə baxıb bir söz deyəndir. Növbəli-növbəsi kimin nətər gəlsin, heç düşün yox. Haqsızlıq baş alıb gedilir bir respublikada, nə deyə bilərsin? Hansını deyəsin? Danışmalı, deməli dərdimiz var mı? Pensiya, vaxtın çatır, gəlirsin, eləməyə günlərlə ləngiyirsin. Bizim bu 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəziyyətini ümumiyyətlə azalacaqdır. Birincisi, əhalinin normal oturub gözləmək üçün heç bir şərait yoxdur. Foye darlığı var. Tibbi Sosial Ekspert Komissiyası üstdən, altdan gəlmə pafkalarla işləyir. Yəni, kənar şəxslərin bir qrup qoltuğunda gətirdiyi pafkalarla işləyir. Millət saatlarla bu əziyyət çəkir. Öz başlarıqları baş alıb gedir. Kim istəyirlər, oradan ötürürlər, kim istəyirlər, pəncərədən ötürürlər. Vətəndaşlar saatlarla, günlərlə oturub burada zülməyə alırlar. Adiyyatı qurumlar məsələyə aydınlıq gəlsə yaxşı olar. Birincisi, burada qayda qanun yaratmaq lazımdır. Ən azından polis qoymaq lazımdır. Millət usulətlə gəlib, qayda qanunla öz vaxtını burada səmərəli istifadə edib, öldürmədən gedib sənədini verib, xəstədir, sağlamı çıxıb getsin. Yəni, bu halların aradan qaldırılması olsa yaxşı olar. Qəbulun həftədə bir dəfə, birinci gün olması fiziki qüsurlu insanların işini daha da çətinləşdirir. Qarşı tərəfin məsələyə münasibətini isə öyrənmək mümkün olmadı. Xəstələrimizə, fiziki qüsurlu insanlarımıza səbir, dözüm, güc arzusu ilə Kənan Şahbələngov, Azərlayev saytı İmişli.